Size George Orwell'in diğer bir kitabı, Skotland Yard Rusçası, Animal Farm orijinal dildə olan Heyvanat Bağçası deyə də heyvan həyəti kitaba barədə məlumat vermək istəyirəm. Bu kitab da 40-cı illərdə yazılıb, hardasa 80 il bundan qabaq yazılıb. Komünist rejimin yeni yüksəldiyi, Stalinin asıb kəsdiyi vaxtlarda proqnoz şəklində yazılıb və o proqnoz tamamən həmən formatda baxılanda düz çıxır ki, həqiqətən də verdiyi proqnoz baş verir. Yəni, burada nə baş verir? Heyvanlar qərara gəlirlər ki, insan bunları çox ədalətsiz idarə edir, o bütün günü içib yatır və bunlardan su istifadə edir, bunları istismar edir. Və heyvanlar baş qaldırıb bir gün insanı, fermanın yiyəsini fermadan qovurlar. Bu ixtilala, bu inqilaba bir donuz başçılıq edir, o prinsiplər yazır. Və bu prinsiplərdən heç kimin kənara çıxmalı olmadığını, yəni bunların içində nə bilim insanlarla işbirliyi eləməmək, iki ayaq üstə yeriməmək, belə prinsiplər olur. Ondan sonra biraz zaman keçəndən sonra, indi mən çox qısa danışıram ki, maraqlı hissələrini özünüz oxuyub baxasınız. Bir müddət keçəndən sonra bunu yazan donuz itir. Başqa bir donuz keçir vəzifəyə. Və bu donuzdan artıq səs soraq olmur. Deyirlər, bu qəhrəmancasına həlak oldu. Nə oldu? Bizi xilas eləyəndə. Ondan sonra bu prinsiplər başlayır azalmağa. Yavaş-yavaş donuzlar başlayır digər heyvanları istismar eləməyə. Sonra günün birində heyvanlar görürlər ki, bunlar kimisə satır. Hətta günün birində də gəlib görürlər ki, bunlar insanlarla müqavilə bağlayır. Öz heyvanlarını, öz cəmiyyətində olan heyvanları satırlar. Və bir dəfə də gəlib həmən evin pəncərəsindən baxanda bu işçilər, o heyvanlar görürlər ki, donuzlar insan kimi geyinib, yiyib içirlər. Hətta ayaq üstə də yerirlər. Yəni, o da Sovet rejiminin axırlarına doğru həqiqətən də bir kapitalizmin, bir mülkədar sinifin, bir varlı sinifin yarandığını biz xatırlayırıq o dövrü görənlər ki, varlılar və kasıblar var idi. Dövlətin döşündən süd əmənlər çox varlanmışdı. Onlara qanun, qayda heç bir şey işləmirdi. Bir də var idi kasıb cəmaət, hansı ki, gündəlik maaşına dolanıb bir təhər hökumətin verdiyi evin növbəsini gözləyirdi, hökumətin verəcəyi hansısa nəyisə gözləyirdi, günlük yola verirdi. Bir də var idi maşenniklər sinifi. Onlar da oradan-buradan pul qazanırlar tutulana qədər. Onları tuturlar. Amma kim ki dövlətin döşündən süd əmirdi, onlar bax o kinodakı nədir, kinosu yoxdur onun, bilmirəm, bəlkə də var. Oradakı kitabdakı kimi özlərini tutmuşlar, şişmişlər, həqiqətən də şişmişlər. O kitab da maraqlı kitabdır və cəmiyyətlərin inkişafı baxımından maraqlı bir tezisdir. Təşəkkür edirəm diqqətinizə görə. Videoları bəyənib, izləməyi, takip atmağı unutmayın. Sağ olun.